Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır. Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etmək. Mən bugün çox xoşbəxtəm. Bütün burada gördüklərinizin əsasını qoyanlardan biriyəm. Bunun təməlini qoyanlardan biriyəm. Bunun təşəbbüskarıyam. Bu işlərin görünməsi üçün vaxtilə illərlə zəhmət çəkmişəm. İllərlə fəaliyyət göstərmişəm. İllərlə bunların reallığa çevrilməsi üçün çox çətin yollardan keçmişəm. Xalqımız üçün, millətimiz üçün çalışmışam. Azərbaycan mədəniyyəti, elmi, ədəbiyyatı, musiqisi, incəsənəti çox inkişaf edibdir. Bizim xalqımız çox istedadlı xalqdır və qədim dövrlərdən də elm, mədəniyyət, incəsənət, musiqi sahəsində böyük əsərlər yaratmışlar. Və bugün Azərbaycan müstəqil dövlət olaraq bütün dünyaya tarix boyu xalqımız tərəfindən yaratdığı əsərləri, əldə etdiyi nailiyyətləri nümayiş etdirir və bununla da xalqımızın nə qədər dünya xalqları içərisində böyük xalq olduğunu, istedadlı xalq olduğunu sübut etdi. Azərbaycanın mədəniyyəti çox zəngindir, gözəldir, gün-gündən yüksəklərə qalxır. Bu bizim xalqımız üçün, millətimiz üçün böyük bir sərvətdir. İnşallah gələcəkdə mədəniyyət, incəsənət daha da inkişaf edəcəkdir. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyil. Mənim əsərim xalqım üçün qurduğum, yaratdığım binalardır, saraylardır, yaşayış evləridir, universitet binalarıdır, məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələridir, su kəmərləridir və s. və s. və s. Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam gənclərdir, sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.